Salam, değerli dostlar, xoş gördük hər birinizi, əziz izləyicilər. Mən az öncə dəyərli bir dostumuzdan telefon zəngi almışam. Dəyərli dostlar, aylardır zaten bu məsələ məni narahat eləyirdi. Bugün bir dəyərli dostumuz qərb rayonların birindən mənə telefon zəngi eləyir ki, Elnur Şükürov, mən bir idarəyə getmişəm. O idarədə gözlərimlə bir məsələnin şahidi olmuşam. Bir nəfər, məni tanıyan bir adam gedir idarəyə, mənlə telefonla danışmağını eyni zamanda bir başqası da bir şəkil çəkdirir nə vaxtsa məndən, aparıb idarədə göstərir idarə yaxud da müəssisə rəhbərinə, mən Elnur Şükürovu tanıyıram, siz mənim adamın əsassız və qanunsuz tələbi olur. Mənim bu tələbimi yerinə yetirməsəz, mən Elnur Şükürovun efirinə çıxacam. Yaxud Elnur Şükürova şikayət edəcəm. Dəyərli izləyicilər, əziz dostlar, mən bununla bağlı son 1-2 ayda mənə çoxsaylı zənglər gəlib. Bizim bəzi dostlarımız, təbii ki, mən onlara dost demirəm artıq bugündən, gedirlər öz məqsədlərinə görə. Hansısa bir idarədə, hansısa bir müəssisədə söz sahibi olmaq istəyirlər. Dəyərli dostlar, etməyin belə. Mən buradan birbaşa hansı rayonda, hansı müəssisədə, hansı təşkilatda mənim adımdan öz məqsədi üçün, öz mənafeyinə görə istifadə edən hər hansısa bir şəxs xahiş edirəm. Həmən idarə və müəssisə rəhbərindən dərhal hüquq mühafizə orqanlarına dərhal şikayət edin. Olmaz belə dəyərli dostlar. Sizin kimilərə görə, sizin kimi bu iğrənc əməllərlə məşğul olduğunuza görə o illərdir problemlərdən əziyyət çəkən insanların problemlərindən biz artıq danışa bilmirik. Adamlar məzlumcasına, adamlar min bir zülüm çəkə-çəkə kəndlərdə yaşayırlar, problemlərdən əziyyət çəkirlər. Biz sizin bu hərəkətlərinizə görə, bu iğrənc hərəkətlərinizə görə biz artıq insanların problemlərindən də danışa bilmirik. Olmaz. İndi biz neyniyək? Biz sizlə telefonlara cavab verməyək. Biz sizin telefonlarınızı açmayaq. Sən məndən telefonla danışıb, necə gedib idarə rəisinə deyə bilərsən ki, ya müəssisə rəhbərinə deyə bilərsən ki, mən Elnur Şükürovla danışıram, Elnur Şükürovla görüşürəm, sən mənim problemlərimi həll eləməsən, mən gedib onun efirinə çıxacam. Ayıb deyilmi sizə? Mən buradan bir daha müraciət edirəm. Hüquq mühafizə orqanlarına, idarə və müəssisə rəhbərlərinə sizdən xahiş edirəm. Kim mənim adımdan istifadə elədi? Öz məqsədini üçün, öz çirkin niyyəti üçün dərhal məsuliyyətə cəlb olunsun. Mənə vətəndaş müraciəti gəlir, mən həmən rayon icra hakimiyyətlərinə, yaxud da ki, idarə və müəssisə rəhbərlərinin mobilni telefonları var məndə. Mən zəng edirəm ki, filan qazinin problemi var, filan az təminatlı ailə mənə müraciət göndərib, səs göndərib, xahiş edirəm, ona köməkli olunsun və çox sağ olsun. Əksər rayonlarda rayon icra hakimiyyətləri, idarə və müəssisə rəhbərləri bu məsələni dərhal həll edirlər. Xahiş edirəm sizdən. O dediyim qəhrəmanlar dərhal məsuliyyətə cəlb olunsun. Dəyərli dostlar, siz izləyicilərin bizə göndərdiyiniz, şəxsən mənə göndərdiyiniz məlumatlardır, informasiyalardır, biz bunlara inanıb danışırıq. Şəxsən mənə məlumatlar göndərirlər. Filan rayonda filan icra hakimiyyətinin başçısı öz başlançılıq eləyir. Bələdiyyə insanları incidir. İcra nümayəndəsi belə eləyir. Deputat orada öz krallığını qurur. Mən bunları vətəndaş müraciəti olaraq qəbul edib və bunlardan danışıram. Siz mənə yalan informasiya verəndə, siz mənə yalan məlumat verəndə, mən də çətinliyə düşürəm, dəyərli dostlar. Ona görə də xahiş edirəm, bizdən dəyənək kimi istifadə eləməyin. Siz o
problemi olan insanların problemlərinin həllinin qabağını almayın. O bəzi, mən o dostlara deyirəm. Dünən də mənə bir informasiya gəlib, Cəlilabad rayon Aqrar İnkişaf Mərkəzindən ki, orada yoxlamalar güya həyata keçirilir. Təbii ki, artıq 24 saat az qalır üstündən keçə, Cəlilabad rayon Aqrar İnkişaf Mərkəzindən tık belə yoxdur. Orada bir nəfər, bax buradan bir daha müraciət edirəm. Bir nəfər mətbuatla işləmək qabiliyyəti olan adam mənim telefon nömrəmi bilirlər. Yıxsın bir kəlmə desin ki, Elnur Şükürov, informasiya yanlışdır, həqiqəti əks etdirmir. Mən də buradan təksir verim. Nədir orada 3 nəfər, 2 nəfər troll, ünsür orada kommentariya yerində ağzına gələni yazır. Həmən idarə rəhbərinin güya ki, Allah qoymasa indi adam olaraq vəkillik eləyirsən. Siz o 3-5 nəfər ünsürlər, siz onun bunun cibində gəzən, eşənək atanlara mən imkan vermədim moderator, onlara rəy belə yazsın. Dedim, dərhal o 3-5 nəfər ki var, orada yazırlar, orada nə bilim fikir bildirirlər, onları at zibil qutusuna. Qoy onlar öz yerlərində qalsın. Layiq olduğu yerlər onların o zibil qutusudur. Kimsiniz siz? Siz kim olursunuz? Siz Aqrar İnkişaf Mərkəzinin, siz oranın mətbuat xidmətisiz, siz oranın əməkdaşısınız. Gedin öz işinizlə məşğul olun. Lazım olacaqsa, əgər informasiya həqiqəti əks etdirmirsə, Aqrar İnkişaf Mərkəzinin, Cəlilabad rayon Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi var, əməkdaşları var. Bir Allahın qulu çıxacaq, mənə zəng eləyəcək ki, Elnur Şükürov, sizə gələn məlumat yanlışdır. Görünür, hələ ki 24 saat olmağına az qalıb, hələ bir məlumat yoxdursa, demək, buradan anlama gəlir ki, məlumat, informasiya demək ki, həqiqətdir. Amma bütün bunlara baxmayaraq, qarşı tərəfin mövqeyini işıqlandırmağa hazıram. Mənə şifahi, rəsmi mövqe göndərsinlər, mən də onu işıqlandırım. Sizə ehtiyac qalmaz, mən elə başa düşürəm. O idarənin əməkdaşları var, yəqin ki, mətbuatla işləyə biləcək bir nəfər orada var. Düşmüşsünüz orada, kommentariya yazırsınız. Sizə nə mükafat verəcəklər? Kimsiniz siz? Sizi mən göndərdim layiq olduğunuz yerə, tapşırdım moderatora, onları at zibil qutusuna, layiq olduqları yerə, onlara cavab yazıb, onlara birdən şərəf verərsən. Şərəfə ehtiyacı olanlara aiddir bu. Belə, dəyərli dostlar, sağ olun, sağlıqla qalın, yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun, sağlıqla qalın.